Salam hörmətli izləyicilər. Bugün sizə yenə emoji-mdən bir maraqlı sualın izahını vermək istəyirəm. Qeyd edin ki, bu sual feillərə aiddir. Baxaq, feillərə aiddir və sualımızı oxuyaq. Bilirəm ki, deməyəcək, bir sevgilin, bir də vətən. Şair, nə tez qocaldın sən. Nümunədə işləməyib. Əvvəlcə biz nümunədəki feilləri tapaq. Bilirəm, deməyəcək, qocaldın. 3 dənə feil var. İndi cavablara baxa bilərik. Xəbər şəklində olan feil. Xəbər şəklinin göstəricisi uşaqlar hansılardır? Bəli, təbii ki, zaman şəkilçilərdir. Bilirəm, indiki zaman, deməyəcək, gələcək zaman, qocaldındı, keçmiş zaman. Deməli, bu xəbər şəklindədir üçü də. C bəndi, quruluşçu düzəltmə olan feil. Bilirəm, sadədir, deməyəcək, sadədir, amma qocaldın sözündə l leksik şəkilçi düzəltmə olan feil var. Bunu da çıxaq. Məlum növdə olan feil. Bilirəm və deməyəcək, onsuz da sadədir, məlum növdədir. Qocaldın sözü də məlum növdədir. İndi ondan biraz sonra danışarıq. Məlum növdə olan feil var. Quruluşçu sadə olan feil. Bayaq dedik ki, bilirəm və deməyəcək sadədir. Bunu da çıxaq. Qaldı B bəndi. Qayıdış növdə olan feil. Əslində qocaldın sözünü burada uşaqlar çaşdırmaq üçün veriblər. Keçən dərs, daha doğrusu videoda qocaldın sözündən danışmışdıq. Qocaldın sözünün kökü qocal, l leksik şəkilçi, digərlər qrammatik şəkilçidir. Əgər l şəkilçisi adlara qoşulursa, heç vaxt digər qrammatik məna növləri ola bilməz. Yalnız məlum növdə olur. Çünki qrammatik məna növlərinin şəkilçiləri yalnız feillərə artırılır. Adlara yox, feillərə artırılır. Ona görə də qocaldın sözü burada uşaqlar hansı növdədir? Məlum növdədir. Cavabımız oldu B bəndi.